Asan müraciət informasiya sisteminin fəaliyyəti ilə bağlı tədbir təşkil olunub. Tədbir müvafiq sistem çərçivəsində bu il həyata keçirilən fəaliyyətin yekunlarına həsr edilib. Sistem və onun mobil tətbiqinin əsas funksionallığı ictimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı müraciətlərin elektron xəritə üzərində qeyd olunmaqla operativ surətdə aidiyyatı dövlət qurumlarına göndərilməsini və həmin müraciətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin etməkdir. Hazırda asan müraciət informasiya sistemi 97 qurumun iştirakı ilə ölkə ərazisi üzrə müraciətlərin qəbulunu və aidiyyatı üzrə göndərilməsini təmin edir. Ötən il ərzində 25 minə yaxın vətəndaş bu mobil tətbiqdə qeydiyyatdan keçir. Bugün